Pentaqon, Rusiya-Ukrayna münaqişəsinin gərginləşəcəyi təqdirdə Birləşmiş Ştatlar və Rusiya arasında birbaşa qarşı durmanı mümkün hesab edir. Bu barədə Birləşmiş Ştatlar Senatının Silahlı Qüvvələr Komitəsində dinləmələrə hazırlanan Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəhbəri general Qriqori Giyonun yazılı bəyanatında deyilir. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının rəhbəri postunu da tutan generalın sözlərinə görə Birləşmiş Ştatlar ilə onun əsas rəqiblərindən biri arasında birbaşa münaqişə ehtimalı artır. Onun təqdim etdiyi versiyaya görə Çin, Rusiya, Şimali Koreya və İran Birləşmiş Ştatları ilə silahlı münaqişədən qaçmağa çalışsalar da, bu ölkələrin qərbin tənəzzülünə inanması Birləşmiş Ştatlara ya beynəlxalq arenada meydan oxumaq istəyinin artmasına səbəb olur və səhv hesablama riskini artırır. Güya iddia edib ki, Rusiya-Ukrayna müharibəsində münaqişənin Amerika Birləşmiş Ştatları ilə birbaşa hərbi qarşıdurmaya gedə biləcəyi mümkün yollar qalır. Eyni zamanda yaxın şərqdəki vəziyyət İran və onun müvəkkil qüvvələri ilə birbaşa hərbi münaqişə təhlükəsi yaradır.